Reyhan otu ki var, o çox zərif. Reyhan zərif bir bitkidir. O deyir, qışla bir dənə müqavilə bağlayır ki, gələndə bir dənə mənə xəbərdarlıq elədən. Mən çox zərifəm, bu soyuğa qara dözə bilmərəm filan. Gündən bir başlayır özü üçün nazlana yaşamağa da. Reyhan biraz bir nazlı bitki daxı. Bir də xəbər tutur ki, səhər açılıb başını qaldıra bilmir, qar töküb başının üstünə. Deyir ki, axı biz sənə söz danışdıq və şərtləşdik. Deyir ki, əvvəl dağın başına yağdım. Sonra ətəklərinə yağdım. Yavaş-yavaş gəlirdim, sən keyfində idin, sən bəs bundan artıq nə xəbərdarlıq eləyək biz sənə? Ümumiyyətlə, hər bir başa gələn hadisə nəyəsə bir xəbərdarlıqdır. Ya səhv eləmirsən və yaxud da ki, dərəcəyi qaldırmaq istəyirəm, səni ziyarət eləyirəm. Böyüməyi biz. Ona görə ariflər həmişə bəlanı neymət bilir. Keçən söhbətlərimizdə də eləmişik ki, o ehsan məsələsi ki var. Hər bir gələn cəfa, hər bir gələn əziyyət nədir? Yarın bir sənə nə idi? Xəbərdarlığıdır. Yəni nəzarətimdəsən ha, səni yaddan çıxartmamışam ha.